Sosial intizam modeli nədir? Burada da 4 addım var. Birincisi diqqəti cəlb etmək, yəni uşağın edəcəyi şeyləri deyirəm, amma sonra bunların hamısını açıqlayacağam. Birincisi diqqəti cəlb etmək, ikincisi güc nümayiş etdirmək, üçüncüsü qisas almaq, dördüncüsü çarəsizlik hissi və imtina. Yəni uşaq bu 4 addımı niyə edir? Birincisi diqqəti cəlb etmək. Yəni ki, uşaq qəsdən dərsi pozur, diqqəti cəlb etmək üçün. Müəllim dərs başa salır, hamı müəllimə diqqətlə qulaq asır, amma uşağın biri dərsi pozur. Niyə pozur? Müəllimin diqqətini özünə cəlb etmək istəyir. Bunun əslində bizə qısa, belə deyim də, gizli mesajı var. Yəni bizə əslində bu davranışı ilə hansı mesajı ötürür? Demək istəyir ki, mənə diqqət edin, mənə diqqət yetirin, məni də cəlb edin dərsinizə, mən də qoşulmaq istəyirəm. Yəni özünü ora aid hiss etmək istəyir. Əslində dərsi pozması, müəllimin fikrini özünə, yəni tərəf gətirməsində məqsədi budur. Yəni uşağın inamı budur ki, mən yalnız diqqət çəkəndə, özümə qarşı diqqət çəkəndə bu hərəkətləri edib, özümə diqqət çəkəndə, xüsusi qayğı görəndə özümü bu sinifə aid hesab edirəm. Yəni mən yalnız səni mənimlə, müəllimi, yəni özü ilə məşğul edəndə özünü önəmli hiss edir. Yəni bu gözləyir ki, müəllim çönsün ona nəsə desin, bu desin ki, müəllim bax, diqqətini özümə cəlb etdim, müəllimin fikri məndədir. Bunu düşünür. Amma belə bir hal var. Mən dursam ona desəm ki, ay filan kəs, ay nə bilim səni görüm zəlil qalmayasan, sən niyə bunu eləyirsən, sən niyə dərsi pozursan? Artıq bu zaman bilirsiniz nə olacaq? Şagird deyəcək ki, aha, mən istəyimə çatdım. Elə mənim də məqsədim bu idi ki, müəllimi öz üzərimə belə çəkim, məni görsün. Özümü cəlb etdim. Biz onu etməməliyik. Neynəməliyik? Təbii ki, uyğun davranış etməliyik. Məsələn, gedə bilərik, uşaq dərs pozuntusu edir də, dərsimi izah edə-edə, heç bir fikrimi, sözümü kəsmirəm, dərsimi izah edə-edə gedərəm, nə bilim, gedərəm, tutalım ki, o uşağın əlimi onun çiyninə qoyaraq dərsimi başlayaram davam eləməyə, danışmağa. Aha, yəni mən də ona gizli mesaj ötürürəm ki, ona çiyninə əlimi qoyarkən ona gizli mesaj ötürürəm ki, mənim fikrim səndədir, mən səni görürəm, narahat olma. Mən də bax ona belə bir gizli mesaj ötürürəm. O bir növ belə Lori ilə deyim də, bir növ artıq təbii ki, o davranış pozuntusunu etməyəcək, çünki məqsədinə bu cür çatdı və bir növ müəllim onu acıqlanmadı, müəllim onu nəsə də adını çəkib, nəsə təhqir etmədi, bir növ vicdan əzabı da çəkir ki, müəllim məni görür və belə sığallayaraq, belə onun yəni əlimizlə çiyninə vuraraq, yəni mən səni görürəm, narahat olma, mənim fikrim səndədir, səni də görürəm, yəni dərsi pozmağına ehtiyac yoxdur. Belə bir qısa mesajda gizli mesaj. Bir növ belə düşündü, o kinolarda olur, bir-birlərinə baxıb amma ürəklərində sözlər düşünürlər. Bu cür yadda saxlaya bilərsiniz. Ya da ki, məsəl üçün, uşağın hansısa bir uyğun davranışı varsa, yaxşı davranışı varsa, həmin o uyğun davranışına görə şagirdə təşəkkür edə bilərik. Məsələn, yaxşı bir hərəkət edib, o hərəkətinə görə təşəkkür edə bilərik ki, afərin, təşəkkür edirəm. Məsələn, bəzən mən belə sual-cavab edirəm qruplarda, sual-cavab edirəm, çox gözəl, çox fəal şəkildə sual-cavabda iştirak edirlər, köhnə dərsin sual-cavabı falan. Mən axırda onlara təşəkkür edirəm. Onların bax bu uyğun davranışına, fəaliyyətinə görə təşəkkürümü bildirirəm ki, çox sağ olun müəllimlər, belə məsuliyyətlə yanaşıb dərsləri təkrar eləmisiniz, öyrənmisiniz ki, belə yəni də fəal şəkildə sualları cavablandırırsınız. Görürsünüz, nədir? Bax, uyğun davranışını dəstəkləyirəm, ona təşəkkür edirəm. Belə. Ya da ki, yenə də uşaq belə bir hansısa davranışı pozursa, müəllim neyləyə bilər? Uşağın diqqətini yayındıra bilər, sual verə bilər və yaxud da ki, uşağın fəaliyyətini dəyişdirə bilər ki, uşağın diqqətini yayındırsın da, fikrini yayındırsın. Bu oldu bizim birinci addımımız, yəni diqqəti cəlb etmək idi ki, dediyim kimi uşaq qəsdən dərsi pozurdu ki, müəllimin diqqətini çəksin özünə, gizli mesajı oydu ki, məni də görün, mən də varam, mənə də diqqət yetirin və müəllim də ona necə diqqət yetirdi, daha onu təhqir eləsin, söysün, acılasın, ay uşaq bunu eləmə deyib dərsi də pozmur. Dərsi pozmadan getdi neynədir? Ona belə edə bilər, nə bilim, fəaliyyətini dəyişə bilər, başqa sual verib onun fikrini yayındıra bilər. İkinci addımımız güc nümayiş etdirmək. Yəni, indi uşaq güc nümayiş etdirir. Deməli, burada uşağın məqsədi nədir? Məqsəd budur ki, güc nümayiş etdirməklə nüfuz qazanmağa çalışır. Yəni ki, mən güclüyəm, nüfuz qazanır. Bunun inancı budur ki, yəni uşağın inancı budur ki, mən yalnız nüfuzlu olduğum
nə bilim, vəziyyətə nəzarət etdiyim, heç kimin mənim üzərimdə nüfuz sahibi ola bilməyəcəyini sübut etdiyim zaman özümü mənsub hesab edirəm. Bu uşaqlar olur məktəbdə söhbətə baxanlar. İndi belə lor dilinə desək, söhbətə baxan uşaqlar. Güya ki, bunlar güclüdür, özlərini güclü göstərmək istəyirlər. Güya ki, belə göstərəndə hamı buna belə hörmət edəcək, hamı bunu mənsub hiss edəcək də özünü o sinifə, o şagirdlərə, müəllimə, sinifə mənsub hesab edəcək. Nə zaman? Güclü olduğu zaman, güc nümayiş etdirən zaman. Gizli mesajı nədir əslində? Yəni bunu niyə edir? Mənə kömək edin, mənə seçimlər verin, özümü bacarıqlı hiss etmək istəyirəm. Çünki mən gücümü mənə elə bir tapşırıq, elə bir bacarıq verin ki, mən də öz gücümü göstərə bilim. Yoxsa mən öz gücümü bu sinifdə etdiyimiz fəaliyyətlər zamanı göstərə bilməyəcəmsə, o zaman mən gücümü nə edəcəm? Gedəcəm kiminsə üzərində göstərəcəm, nüfuz sahibi olmağa çalışacağam ki, mən güclüyəm, mən nə bilim, nüfuz sahibiyəm. Bu zaman bax, indi məni belə hörmət edərsiniz. Yəni düşüncəsi budur bunun. Amma əslində bizə ötürdüyü mesaj odur ki, mən də özümü bacarıqlı, güclü hesab etmək istəyirəm sinifdə. Mənə də seçimlər verin. Bayaq seçim nəzəriyyəsində dedik, seçim vermək uşağa. Bu zaman nə etməliyik? Təbii ki, ən birinci işimiz soyuqqanlığı, yəni yenə də deyirəm, yazıq müəllimin birinci işi odur ki, soyuqqanlığı qorumalıdır və yaxud da ki, qarşı durmadan yayınmalıdır. Qarşı durmadan yayınmalıdır o deməkdir ki, yəni mən durub uşaqla nə etməməliyəm? Belə də söz güləşdirməməliyik. O desin, mən desin, o desin, mən desin, olmamalıdır. Gərginlik yaranacaq, qarşı durma olacaq. Yəni artıq burada hörmət də götürülür. Bu olmamalıdır. Davranışları ilə mütləq razılaşmadan perspektivlərini, hisslərini və ya narahatlıqlarını tanıyın. Yəni uşaqların deyir ki, təbii ki, onun davranışları ilə razılaşmayın, amma onun hisslərini, narahatlıqlarını tanıyın. Yəni bilin ki, bu niyə belə edir? Narahatlığı nədir bu uşağın? Bu onların hərəkətləri uyğun olmasa belə hörmət və empatiya göstərmək üsuludur. Yəni onu anlamağa çalışıram ki, görürsən bu niyə belə edir ki? Etməkdə məqsədi nədir? Yəni empatiya qurmağa çalışıram. Sonra üçüncü deyir ki, time outdan istifadə edə bilərsiniz. Time out bilirsiniz nədir? Fasilə vermək. Deyir, yəni fasilə verə bilərsiniz. Belə deyim də sizə, necə fasilə verə bilərsiniz? Yəni, uşaqla dediyim kimi də söz güləşdirmək, belə davam etməməlisiniz. Gördünüz ki, uzanır, fasilə verin və yaxud da yenə də fəaliyyəti dəyişə bilərsiniz. Və yaxud da uşaqla fərdi söhbət edə bilərsiniz. Yəni ki, bu addım situasiyanın tamaşaya çevrilməsinin qarşısını alır. Bilirsiniz bu nə deməkdir? O desin, mən deyim, o desin, mən deyim. Bir tamaşadır da, bütün uşaqlar da durub bizə baxır, bizim söhbətimizə baxır. Bu olmamalıdır əslində. Onunla fərdi söhbət eləsəm daha yaxşı olar və digər uşaqlarla da müzakirəyə səbəb olmaz bu söhbət. Beşincisi nə ola bilər? Deyir, dağıdıcı davranışın nəticələrini aydın şəkildə təsvir edin. Yəni uşağa dağıdıcı davranışlarının nəticələrini uşaqlara aydın şəkildə təsvir edin, deyin yəni. Ədalətli, ardıcıl olun, yəni uşağa qarşı ədalətsiz davranmayın. Nəticələrin yalnız yanlış davranışla bağlı olmasını təmin edin. Nəticələrə, cəza tədbirlərinə deyil, düzəldici fəaliyyətlərə diqqət yetirməlidir. Yəni, nəticələr deyir, cəza tədbirlərinə deyil, yəni cəzaya yox da, düzəldici fəaliyyətlərə diqqət yetirməlidir. Bu zaman biz onun güc ehtiyacını ödəmiş olarıq. Uşağın üçüncü addımı nədir? Qisas almaq, yəni heyif çıxmaq mənasında. Buradakı uşağın məqsədi kimdənsə heyif çıxsın, əvəzini çıxsın, qisas alsın. İnancı nədir? İnancı budur ki, mən deməli, özüm incinəndə, yəni kimsə mənim xətrimə dəyəndə başqalarını da incidirəm. Mən bəyənilə və sevilə bilmirəm. Artıq buna inanır və kimsə onun xətrinə dəyirsə, bu da başqalarını incidir ki, qisas alır da əvəzin çıxır. Gizli mesajı da odur ki, mənə kömək et, mən incinmişəm, mənim xətrimə dəyiblər, hisslərimi qəbul et, mən sayıldığımı hiss etmək istəyirəm. Buradakı edəcəyimiz şeylər nədir? Bax, bayaqlar güc nümayiş etdirməkdə danışdığımız eyni şeyləri, yəni eyni addımları elə burada da tətbiq edə bilərik. Dördüncü addım nədir? Çarəsizlik hissi və imtina. Artıq uşağın o son addımıdır. Məqsədi nədir? Artıq təslim olur, tək qalmaq istəyir.
İnancı nədir? Mən qeyri-kamil olduğum üçün, yəni qeyri-kamil, yəni ağıllı olmadığım üçün, kamil olmadığım üçün aid ola bilmərəm. Ona görə də başqalarını məndən heç nə gözləməməyə inandıracağam. Mən aciz insanam, mən bacarmıram, çalışmağımın da faydası yoxdur, çünki müsbət nəticəyə təsiri yoxdur. Artıq uşaq özünü görsə çarəsizlik hissi və imtinadır. Artıq çarəsizdir, özünü buna inandırıb ki, yəni də mən çox lazımsız bir insanam, mən ağıllı deyiləm, mən bacarıqsızam, ümumiyyətlə bacarmayacağam da və s. və ilaxır. Bunun gizli mesajı nədir? Bu bunun inancıdır. Gizli mesajı nədir? Mənə öhdəsindən gələ biləcəyim kiçik addımlar göstərin. Uğurlarımı vurğulayın. Özümü olduğum kimi qəbul etməliyəm. Məni cəsarətləndirməyə ehtiyacım var. Yəni, məni cəsarətləndirin. Ona görə biz deyirik, uşağa həssas yanaşmalıyıq. Birinci uğurunu deməliyik, sonra səhvini, sonra o yol göstərməliyik ki, səhvləri necə aradan qaldırsın. Bax, burada da eyni onu deyir ki, mənə öhdəsindən gələ biləcəyim kiçik addımlar göstərin. Yəni, hissə-hissə başa salın ki, mən onu başa düşüm və mən də yavaş-yavaş onu həll edim. Yoxsa mənim edə bilməyəcəyim bir tapşırığı qoyursan qarşıma, mən onu ümumiyyətcə başa düşmürəm. Yəni, mənə ona hissə-hissə kiçik addımlar, kiçik uğurumu belə deyir, vurğula ki, həvəslənim, cəsarətlənim. Bax, gizli mesajı budur. Yaxşı, müəllim nə edə bilər bu vəziyyətdə? Təlim metodlarını dəyişdirə bilər, üsulları dəyişdirə bilər. Yəni, o uşağı da nəzərə almalıdır. Hər dəfə bir addım öyrət və yaxud da ki, təlimatı, yəni o şərti, təlimatı kiçik hissələrə bölərək uşaqlara yəni öyrədə bilər. Yəni, həmin uşaqdan söhbət gedir. Fərdi dəstək göstərə bilər ona. Uşağın özünə münasibətləri tədqiq etməyi öyrədin. Səhvlərdən doğru nəticə çıxarmağı təmin edin ki, o da başa düşsün ki, səhvdən doğru nəticə çıxarmaq lazımdır. Bu da oldu sosial intizam modeli. Başa düşmədiyiniz məqamlar var, müəllimlər? Bir də müəllimlər, burada bir şey də qeyd etmək istəyirəm. Burada bir də tərif və təşviq var. Tərif və təşviq nə deməkdir? Məsələn, tərifdə deyir ki, tamamlanmış nailiyyətə görə verilən mükafatdır. Bax, tamamlanmış nailiyyət. Məsələn deyirəm də, olimpiyadada gedib yer tutub, buna görə tərifdir, mükafatdır. Tərif mükafatdır. Tərifləyirəm onu. Bu mükafatdır. Və yaxud da ki, rəqabəti stimullaşdırır və yaxud da ki, egoizmi stimullaşdırır. Yəni, tərif. Uşağı tərifləyirik. Afərin, sən supersən, sən möhtəşəmsən, sən belə ağıl dəryasısan, sən beləsən deyə bunu belə edirsən. Bu deyir, rəqabəti stimullaşdırır. Yəni, artıq sinifdə bir rəqabət yaranır ki, biz demişik rəqabət olmaz və egoizmi stimullaşdırır. Nə demişdik? Uşağın şəxsiyyətinə yönəlik rəylər verərkən, təriflər verərkən, bu zaman onda egoizm yaranır da, yəni məndən yoxdur düşüncəsi başlayır. Təşviq nədir? Təşviqdə deyir ki, bir cəhdin qəbul edilməsidir. Yəni, uşağın etdiyi bir cəhdin qəbul edilməsidir. Şagirdlərə öz fəaliyyətlərini qiymətləndirməyə kömək edir. Yəni, özünü qiymətləndirməsi göstərir. Rəqabət yoxdur, özünü qiymətləndirir. Bərabərlər arasında mesajdır və əməkdaşlığı stimullaşdırır. Görürsünüz, bayaqkında deyir ki, egoizmi stimullaşdırır. Ego məndən yoxdur. Burada mı əməkdaşlığı stimullaşdırır? Yaxşı, tərifləməklə təşviq fərqləndiyi kimi, təbii ki, cəzalandırmaya qarşılıq olaraq da məntiqi nəticə çıxarma yanaşması da var. Yəni, cəzalandırmanın qarşılığı da məntiqi çıxarmadır. Bunların fərqi nədir? Deyir, əgər şagird məktəbin divarlarına yazı yazsa, müəllim onu dərsdən sonra saxlaya bilər. Bəli, bunu dərsdən sonra saxladı. Bax, uşaq məktəbin divarını yazdı. Təbii ki, arzu olunmayan davranışdır. Deməli, burada cəza olacaq. Müəllim də onu dərsdən saxladı, dərsdən sonra saxladı, cəzadır. Və ya müəllim şagirddən divarları təmizləməyi xahiş edə bilər. Bu artıq deyir, məntiqi nəticədir. Yəni ki, get o divarları necə ki yazmısan, indi də özün təmizlə. Deyir, məntiqi nəticədir. Hə, dərsdən saxladım, sonra cəza verdim də, amma gedib də bütün divarı təmizlətməməlidir uşağa. Öz yazdığı yerə, hansı hissəni ki yazıb, onu təmizlətməlidir ki, uşaq başa düşsün ki, mən bunu etmişəmsə, bunun sonundakı o cəzam nə olacaq? Bunu özüm təmizləyəcəm. Bax, məntiqi nəticə budur. İkincisidir, şagird sinif materiallarını zədələdikdə, müəllim şagirdin valideynlərinə qeyd göndərə bilər.
Yəni, sinfin hansısa materialını, partamı deyim və yaxud ağıllı lövhə varsa odur, nəsə də materialı, sinfə aid olan materialı zədələyib, müəllim də valideynə zəng eləyir və yaxud qeyd göndərir ki, uşağın bunu edib. Bu cəzadır. Və deyir və ya müəllim onlardan düzgün istifadə etməyi seçənə qədər şagirdin sinif materiallarından istifadəsinə mane ola bilər. Yəni ki, uşaq həmin o materialdan düzgün istifadə etməyi öyrənənə qədər uşağa o materialı əl vurmağa icazə vermir. Bu olur məntiqi nəticə. Uşaq anlayır ki, mən buna bir də nə vaxt əl vura bilərəm. Bundan düzgün istifadə edərkən mən buna toxuna biləcəm, öyrənə biləcəm. Ona görə də artıq nə edir? Çalışır ki, düzgün istifadə yollarını öyrənsin. Yaxşı, şagirdlərin xoşagəlməz davranışlarını minimallaşdırmaq üçün, yəni azaltmaq üçün müəllimlərə hansı tövsiyələr verilir? Deyir, həmişə müsbətə köklənin. Bunu ümumiyyətlə biz həmişə deyirik ki, mənfiyə kökləməyin, birinci müsbətə köklənin. Məsələn, mən də həmişə tələbələrə deyirəm ki, müəllimlər, testləri necə işləmisiniz? Deyirlər ki, mənim 4 səhvim var. Deyirəm, 4 səhvim deməyin. Deyin ki, 16 düzüm var. Yəni, həmişə müsbətə köklənin. Eləcə də şagirdlərin xoşagəlməz davranışlarında da, sinif prosedurlarında və şagirdlərlə ünsiyyətdə belə deyim də, necə deyim sizə, yəni nəzarətdə saxlamayın da onlara, nəyisə icazə verici deyil, yəni avtoritar deyil, demokratik olun. Yəni demokratik üslubda olun. Uşaqlara ancaq sizi nəzarətdə saxlamışam, ancaq sizi cəzalandıracağıma köklənməyin. Yəni müəllimlər köklənməsin. Şagirdləri mükəmməlliyə çağırmamalıyıq. Onları təkmilləşməyə çağırıb təşviq etməliyik. Yəni təkmilləşməyə, mükəmməlliyə yox. Mükəmməl insan yoxdur. Uşaq mükəmməl olmağa çalışdıqca əksinə, belə deyim də, həvəsdən düşür. Mükəmməllik yox, təkmilləşmək, daim özünü inkişaf etdirməyə uşağı təşviq etməliyik. Zəif cəhətlərini minimuma endirərkən şagirdin güclü tərəflərini vurğulamalıyıq. Bax, daim uşaqların uğursuzluqlarını yox, uğurlarını vurğulamaq lazımdır. Sonra şagirdləri öyrənmədə dəyərli olan səhvlərdən öyrənməyə təşviq etməliyik. Müstəqilliyi və məsuliyyəti öz üzərinə götürməyi təşviq etməliyik ki, məsuliyyətli olsunlar. Müstəqillik bayaq deyirdiyi azadlıq verməlikdir, seçimi onlara verməliyik. Bu oldu deməli sosial intizam modeli nəzəriyyəsi. İndi gəldik sonuncu çox balaca nəzəriyyədir, stimula cavab nəzəriyyəsi. Stimula cavab nəzəriyyəsi də Thorndike'ın nəzəriyyəsidir ki, o da deyir ki, yəni Thorndike'a görə öyrənmə stimul nədir? Həvəs, motivasiya, həvəs və cavab arasında əlaqələrin möhkəmlənməsinin nəticəsidir. Yəni cavab nə qədər deyir gücləndirilərsə, reaksiya ilə stimul arasında əlaqə bir o qədər möhkəm olar. Baxın, cavab nə qədər gücləndirilərsə. Bu gücləndirmə müsbət və ya mənfi ola bilər, gələcəkdə müəyyən bir cavabın olma ehtimalını artıra bilər ya da azalda bilər. Bunun prinsipləri nədir? Bunun da 4 dənə prinsipi var. Birincisi təsir qanunudur, ikincisi hazırlıq qanunudur, üçüncüsü məşq qanunudur, dördüncüsü çoxsaylı reaksiyalar qanunudur. Təsir qanununda deyir ki, müsbət nəticələrdən sonra gələn cavabların təkrarlanma ehtimalı daha yüksəkdir. Bax, müsbət nəticələrdən sonra gələn cavab. Yəni, uşaq nəyisə müsbət edib də, yəni müsbət nəticəsi var, davranışının müsbət nəticəsi var. Ondan gələn cavab, yəni sizin ona verdiyiniz cavabdan sonra uşaq deyir, onu daha da gücləndirə bilər də, həvəslənir. Axı, bax, ona görə deyir ki, stimula cavab. Yəni, onu həvəsləndirirsiniz, o daha da onu başlayır həmişə o davranışı etməyə. Mənfi nəticələrin ardınca gələn cavabların təkrarlanma ehtimalı azdır. Yəni, mənfi nəticələrin artıq uşaq hansısa mənfi nəticəsi var, ona deyir, gələn cavabların təkrarlanma ehtimalı azdır. İkincisi, hazırlıq qanunudur. Deyir, öyrənmə o zaman ən təsirli olur ki, şagird öyrənməyə hazırdır və buna həvəslidir. Bu, bilirsiniz nə deməkdir? Biz bu cəlb etmə mərhələsini danışırıq. Niyə uşağı dərsə cəlb edirik? Ki, onu birinci öyrənməyə hazırlayaq. Uşağın fikir məsələn, biri bufetdədir, biri evdədir, biri çöldədir, biri futboldadır və s. Birinci onları deyir, öyrənmə o zaman təsirli olar ki, birinci uşaqları görək dərsə hazırdılar, yəni öyrənməyə hazırdılar. Bax, onları birinci neyinirik? Dərsə cəlb edirik ki, birinci onları öyrənməyə hazır vəziyyətə gətiririk. Motivasiya yaradırıq. Cəlb etmə mərhələsi nə deyirik? Motivasiya yaratmaq, həvəsləndiririk.
Üçüncü məşq qanunu deyir ki, öyrənmə təkrar və məşq yolu ilə baş verir. Zaten bunu bilirik. Yəni bir şeyi öyrənmək üçün daim məşq etmək lazımdır, daim təkrarlamaq lazımdır. Bu zaman bu möhkəmlənə bilər. Dördüncü çoxsaylı reaksiyalar qanunu. Burada deyir ki, verilmiş stimula tez-tez çoxsaylı reaksiyalar olur və öyrənmə müvafiq reaksiya ilə stimul arasında əlaqələrin gücləndirilməsi ilə baş verir. Belə, bu nəzəriyyə də müasir psixologiyaya, xüsusi davranışa və yaxud da koqnitiv psixologiya sahələrinə əhəmiyyətli təsir göstərib. Skinnerin operant şərtlənmə nəzəriyyəsi, Banduranın sosial öyrənmə nəzəriyyəsi kimi digər öyrənmə nəzəriyyələrinin də inkişafına təsir göstərib. Yəni, stimula cavab nəzəriyyəsi. Çox qısa, balaca nəzəriyyədir. Dediyim kimi, bugün bir neçə nəzəriyyə keçdik, artıq nəzəriyyələri bitirdik. İçlərində biraz uzunu Albert Banduranın nəzəriyyəsi idi, bir də stimula cavab nəzəriyyəsi idi. Amma bağışlayın, sosial intizam modeli idi. Stimula cavab çox balacadır, sonra əməkdaşlıq proaktiv həllər də çox balaca nəzəriyyə idi. Belə müəllimlər, dərsimiz bu qədər. Bu nəzəriyyələrin hamısı 3-2-7 şagird davranışı haqqında olan dərsi, yəni sonuncu testi də işləyərsiniz. Bundan da, yəni inşallah da gələn dəfədən təkrarlara qayıdacağıq və ortada qalan bu situasiya testlərimiz ki qalıb, onları işləyəcəyik.